Göyçay rayonunun Bığır kəndində daha bir nəfər bədbəxt hadisənin qurbanı olub. Doğru xəbər Azərbaycan Qafqaz İnfo istinadən bildirir ki, 1962-ci il təvəllüdlü kənd sakini Qüdrət Vahidov mayın 8-də ağacdan meyvə yığarkən yıxılıb. O dünən yaşadığı evdə həyatını itirib. Məlumat üçün qeyd edək ki, mayın 11-də Göyçayın Bığır kəndində oxşar hadisə baş verib. Həmin vaxt 1975-ci il təvəllüdlü Müşfiq Şirinov ağacdan alça yığarkən ehtiyatsızlıqdan yıxılaraq ölmüşdü. Baş vermiş hər iki faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma tədbirləri aparılır. Mayın 13-də Kürdəmir rayonunda cərrahi əməliyyat edilmiş qadın həyatını itirib. Qafqaz İnfonun məlumatına görə 1987-ci il təvəllüdlü Pərvanə Əli qızı Abdullayeva mayın 12-də Kürdəmir rayon mərkəzi xəstəxanasında apendisit əməliyyatı olunub. Lakin bir gün sonra qadın xəstəxanada vəfat edib. Yaxınları bildirib ki, Pərvanə Abdullayevanı Rəşad adlı həkim əməliyyat edib. Onlar qadının tibbi heyətin səhlənkarlığından vəfat etdiyini iddia ediblər. Faktla bağlı araşdırma aparılır.